Ən çox satılmış 5 iPhone modeli. 5. iPhone 11 seriyası. Təxminən 159 milyon satılmışdı. Bu seriyada ilk dəfə 3 kamera gəlmişdi və iPhone 11 modeli XR ilə müqayisədə eyni qiymət olmasına baxmayaraq daha güclü idi və daha çox rəng seçimləri var idi. 4. iPhone 7 və iPhone 7 Plus 160 milyon ədəd satılıb. Bu modeldə 3.5 mm-lik cək girişi yox idi. Yəni naushnik girişi yox idi. Amma ilk dəfə IP67 suya və toza davamlılıq gəlmişdi və ilk dəfə stereo səs sistemi var idi. 3. iPhone 5s 164 milyon ədəd satılıb. Bu modeldə ilk dəfə 64 bitlik prosesor və ilk dəfə Touch ID var idi. Yəni barmaq izi ilə telefon açıla bilirdi. 2. iPhone 6s seriyası 174 milyon ədəd satılıb. Bu model alüminium 7000 seriyasından istifadə edirdi və daha möhkəm idi. Bundan əlavə üstə touch texnologiyası çıxmışdı və iPhone 6 modelinin uğurundan faydalanmışdı. Bu telefonda yeni rose gold rəngi çıxmışdı və insanlar tərəfindən çox bəyənildi. Və 1. iPhone 6 seriyası 222 milyon dənə satılıb. Bu telefonda ilk dəfə Apple Pay gəldi. Dizaynı çox modern idi. Daha yumşaq, ələ yatqın, daha incə idi və ilk dəfə böyük ekranlı iPhone çıxmışdı. O vaxt üçün böyük ekranlı telefonlar daha çox tələb olunurdu. iPhone 6 Plus-un ekranı 5.5 inç idi. Qeyd edim ki, Apple rəsmi olaraq